Akkumulyator satanın bir günü. Tiza ilə hələ ki yolumuza davam edirik, amma çox güman ki bugün yeni bir maşın alacağam. Azərbaycanın ən pis qurumu Azərqazı deyib susuram. Axşamdan akkumulyator maşına qoymuşduq. Səhər Mərdəkana bir dənə sifarişimiz var. İlk öncə də zapravkaya giririk, benzin vuraq. Sonra gəlirik Mərdəkanda Subaru'nun akkumulyatorunu quraşdırırıq. Zəmanətin yazırıq, maşın normal işə düşür, qaydırıq, işimizin dalayacaq. Keçən videoda bankı bağlamışdım. Bu gün isə yenidən kredit götürmək üçün müraciət edirəm. Və kredit götürərək ilk öncə Salam Avtoya gəlirəm bu maşınlara baxmaq üçün. Bu gördüyünüz maşınlara yox təbii ki. Bunlar gələcəkdə inşallah qismət olar, alaram bunlardan. Kia K3 və Kia Rio görmüşdüm burada Turboazdan. Gəldim, baxdım. Maşınların biri pis idi, birinin isə qiyməti çox yuxarı idi. Dəymirdi o ilinə görə. Sonra isə şəhərdən bir dənə sifarişimiz çıxır. 2025-in Toyota Avalonu üçün 60 acem yeni akkumulyator quraşdırıram, zəmanətini yazıram. Yavaş-yavaş hava qaralır. Biz də gedirik hara? Tez bazar gəziyə. Maşallah olsun, qardaş həqiqətən işi çox gözəl qurub, səliqəli qurub, insan sadəcə baxıb, yəni xeyirli uğurlu olsun deyə bilir. Yəni satanın da xeyri var burada, alanın da xeyri var. Qardaş da ortada, yəni vasitəçi eləyir, pulunu qazanır, halal xoş olsun. İlk öncə bu Grandiora baxdım. Nəsə şeytan yoldan çıxartmaq istəyirdi, amma mənim işimə görə bu maşın mənə çox olacaq idi. Sonra bir dənə BYD gəldi. Heç ağlımdan belə keçməz ki, nə vaxtsa BYD sürərəm, Ağrəni də sürərəm. Yəni fikirləşmirdim. Necə deyərlər, yəni nədən qaçırsansa o gəlib səni tapır. Qiymətdə razılaşdıq. Maşında salonuna oturdum. Nə deyim, yalan deyim, yəni xoşuma gəldim və budur. Yeni maşınım BYD, bu da onun yeni nömrəsi. Çin maşınları haqqında siz nə düşünürsünüz, öyrənmək istəyərdim.